İndi 12-ci suala baxaq. 12-ci sualda nə deyir? Deyir, alqoritmin icrası üçün girişə rəqəmləri fərqli olan iki rəqəmli eyni natural ədədi daxil edilir. Alqoritm bu ədədi aşağıdakı qayda ilə yeni ədədə çevirir. Ədədin rəqəmlərini yerinə onların kvadratları ona bölüb qalığını yerləşdirməklə yeni ədəd düzəldir. Alınmış ədədin rəqəmlərinin hasili hesablanılaraq ekrana çıxarılır. Məsələn, deyir 35 verilib. Baxın, bu nə deməkdir uşaqlar? 35 verilibdir. Bizim ədədimiz 35-dir. Düzdürmü? Deyir ki, bunun kvadratlarını 10-a bölür və yeni ədəd alır. Məsəl üçün, 3-ün kvadratı neçə elədir? 9. 9-u 10-a bölüb qalığı alanda bilirik ki, bu qalığı tapmaq üçün olan. 9-u 10-a böldük, qalıq neçə alındı? 9. 5-in kvadratı neçə eləyəcək? 25. 25-i də böldük 10-a, elədi qalıq 5. Ümumiyyətlə bilirik ki, bu işarə bir ədədin digər ədədə bölünməsindən alınan qalığı bildirir. Amma məsələn, əgər kiçik ədədi böyük ədədə bölürüksə, qalıq elə həmin birinci ədəd alınacaqdır. Və yeni ədədimiz nə oldu? 95. Sonra da deyir ki, onun rəqəmlərinin hasilini tap, hasili də olacaq 45. Bizdə də soruşur ki, edilə biləcək, ekrana ən böyük nəticə çıxarmaq üçün daxil edilə biləcək ən böyük ədəd hansıdır? Deməli, uşaqlar, bizim sondakı yeni ədədimiz 9 olmalıdır ki, biz 9-u 9-a vuranda 81 alınsın və ən böyük ədəd alınsın. Deməli, biz nə etməliyik? Baxarıq ki, nəyi ona böləndə qalıqda 9 alınır. Məsəl üçün, bu hansı ədədlərdə kvadrata yüksəldib ona böləndə qalıqda 9 alınacaq. 7. 7-nin kvadratı neçə elədir? 49. Onun ona böləndə qalıqda nə alınır? 9. 3-ün 73-də də 3-ün kvadratı neçə elədir? 9. 9-u da ona böləndə qalıqda alındı 9. 9 alındı. Bunu da bir-birinə vuranda neçə eləyir? 9 vur 9 elədi 81. Sonra deməli cavabımız 73 oldu. 13-cü suala baxırıq. 13-cü sualda nədir? Alqoritmin fraqmenti yerinə yetirin. Fraqmentinin təyinatı müəyyən edin. A və B natural ədədlərdir. Bu tip suallarda uşaqlar biz A-ya da B-yə də qiymət verəcəyik ki, belə deyək də müqayisə eləyək. Məsəl üçün, A-ya deyirəm 3, B-yə deyirəm 2. Baxırıq. 3 2-dən böyükdür, hə. Onda A-nın qiyməti nə olacaq? 3 çıxılsın 2 elədi 1. Gəlir, təzdən yenə dövr eləyirik. Baxıram, A B-yə bərabərdirmi? 1 2-yə bərabərdir? Yox. Yenə müqayisə eləyirik. 1 2-dən böyükdür, xeyr. Onda B-nin yeni qiyməti nə olacaq? B bərabərdir, B çıxılsın A. B-nin yeni qiyməti oldu 1. Təzdən gəldim bura. A-nın qiyməti B-yə bərabərdirmi? Hə, çıxışa verdik. Deməli, uşaqlar, biz burada müqayisə etdikcə baxırıq ki, belə deyək də, ən böyüyü hansıdırsa, fraqmentin təyin olanda onu tapır. Ədədlərin ən böyüyünü tapır. Yox. Ədədin ən böyük ortaq bölənini tapır daha doğrusu. Hər ikisinə bölünən ədədi tapır da, belə deyim. 3, əslində burada biz ədədləri fərqli götürməliyik. 3-ün də 2-nin də ən böyük ortaq böləni ilə 1-dir. Ona görə. Çünki ən böyük demir, axı burada müqayisə eləmir. Yox, ədədin əbobunu tapır. Gəldik 14-cü sual. 14-ə baxaq. 14-də də deyir S0-dır, I 0-dır. N i-dən kiçikdirsə yoxa gedir. Biz bu tip suallarda yenə i-lə n-ə qiymət verəcəyik. I-yə verirəm. Məsəl üçün 3. Yox, i-nin qiyməti var. N-ə verirəm, tutaq ki 5. Düzdürmü? 0 5-dən kiçikdirmi? Hə. I bərabər olacaq. I üstəgəl 1 elədi 1. S də bərabər olur. 0 üstəgəl 1 elədi 1. Təzdən yenidən qalxıram dövrə. I-nin sonucu qiyməti 1 idi. 1-i 5-dən müqayisə edirəm. 1 5-dən kiçikdir, hə. Onda i-nin qiyməti neçə olacaq? 1 vahid artacaq 2. S-in qiyməti i vahid artacaq. Oldu 3. Yenidən baxıram. 2 5-dən kiçikdir, hə. I-nin qiyməti oldu 3. S-in qiyməti neçə oldu?
üstə S üstəgəl S üstəgəl i. S-in sonuncu qiyməti neçə idi? 3. 3 üstə 3 gəldi, elədi 6. Və baxıram ki, uşaqlar, bu hesablaya gedilir və bir-biri ilə toplanılaraq ədədlər yazılır. Onda burada hasildən söhbət gedə bilməz. Burada vurma işarəsi yoxdur. Kvadratlardan da söhbət gedə bilməz. Elə 5-in özü də, bax, i qiyməti alanda artıq görəcəyik ki, eynək kimi, yəni 5-ə qədər bütün ədədlərin, gəlin bir də axıra qədər yoxlayaq. Aldıq 6, sonra i-nin qiyməti 1 vahid 4. S-in qiyməti nə olacaq? 10. 4 5-dən kiçikdir, hə. I-nin vahidi oldu 5, düzdürmü? S-in qiyməti neçə oldu? 15. Gəldik burada. 5 5-dən kiçikdir, yox. Baxıram, bizdə nə oldu uşaqlar? 1-dən n-ə qədər, yəni 1-dən 5-ə qədər ədədlərin cəmini tapdı. Baxın, 1 üstəgəl 2, 3, 3 üstəgəl 3, 6, 6 üstəgəl 4, 10, 10 üstəgəl 5, 15. Və sonunda bizə nə verdi? 15. 1-dən n-ə kimi ədədlərin cəmini hesabladı. Sonra gəldik 15-ə. Aha. 15-də nə deyir? Burada 15-də biraz məntiqi sualdır. Alqoritm 2 fərqli əməliyyat yerinə yetirir. 36 ədədinin üzərində biz hansı əməliyyatları icra eləsək 81 alacaq. Ən qısa yol belədir ki, 36-nı 2 dəfə 2-yə bölüb kvadrata yüksəldəcəyik. 36-nı böldüm 2-yə 18. 18-i böldüm 2-yə 9. 9-u da kvadrata yüksəltdim, elədi 81. Baxın, 2-yə bölmə əməli hansı əməlli? 2. Olacaq 2, bir dəfə ikinci əməli icra elədim. Sonra yenə ikinci əməli icra elədim. Sonra birinci əməli icra elədim. Gəldik 16-ya. Alqoritmin icraçı alqoritm bir dəyişən üçün tam ədəd götürür və həmin dəyişən üzərində aşağıdakı əməlləri dövrü olaraq təkrarən yerinə yetirir. Aha. Ədəd cütdürsə 2-yə vurur, ədəd tək olarsa üzərinə 1 əlavə edir. Tək olarsa 1 əlavə edir. Dövrlərin sayı 4 və dəyişənin son dəyəri 112 olarsa, dəyişən üçün hansı dəyər daxil edilmişdir? Uşaqlar, bu misalda biraz, bax, əgər ədəd cütdürsə 2-yə vurur. Bax, ədəd cütdürsə vurur 2-yə. Ədəd təkdirsə üzərinə 1 əlavə edir. Baxın, və bunu 4 dəfə təkrarlayır. Uşaqlar, əgər cüt ədəd götürsək, onu 2-yə vuranda, yəni 8 dəfə təkrarlanırsa, bu 112 olacaq. X-ımız neçə olacaq? 32, düzdürmü? Deməli, burada neyniyibdir bizdə? Hansı ədədi götürübdür 4 dəfə təkrarlanırsa? Baxın. Hansı ədəd olar ki, onun üzərinə ədəd cütdürsə deyir. Cütdürsə burada cüt bir dənə 8-dir. 8-i 2-yə vursa eləyəcək 16 və bunu 4 dəfə təkrarlayacaqsa 16 üstəgəl bir 17. Yenidən üzərinə 1 əlavə eləyir, vurur 2-yə, bu alınmayacaq. Deməli, burada bizdə ədədimiz 13-dür ki, baxın, 13. Ədəd cütdürsə deyir, vurur 2-yə, vurdu 2-yə, elədi 26. 26-nın üstündə 1 gəldi, neçə elədi? 27. Gördünüzmü? Necə oldu? Təzdən 27-ni vurdu 2-yə. 54. 54-ün üstündə 1 gəldi, neçə elədi? 55. Və sonunda 112 alınacaq. Gəldik 17-ci suala. Alqoritm fraqmentin təyinatını müəyyən edin. Baxın, 17-ci sualla 14-cü sualda fərq nədir? Burada S-ə gəlir, S-də hesablama aparır. Bu hissədən dövrə gedir. Burada isə i-yə gəlir. i-dən yuxarı gedir, dövr edir, yox cavab alanda çıxış verir. Onda məntiqlə götürsək, artıq n burada daxil olmur. n-1-in hesablayır cəm olaraq. Yəni n-1-ə qədər olan ədədlərin cəmini hesablayır. Hasil olmaz, çünki burada vurma yoxdur. Kvadratdan söz gedə bilməz. Deməli, ancaq burada cəmlə hesablanır. Bizdə variant olaraq A ilə D bəndi qalır. D bəndi
götürürük. Çünki burada gəlir i bərabər i plus 1 buradan dövrə çıxır. 18-ci suala baxırıq. 18-ci sualda 100-ə qədər ədədlərin hesablanmasında, cəmi hesablanmasında işarələr əvəzinə uyğun olaraq hansı ifadə olunacaq? Bu adi qaydada uşaqlar S elə bir ki 0 olubdur. 0 üstə gəl 1, üstə gəl 2, üstə gəl 3 və 100-ə 100 də daxil olmaqla deyirsə ədədlərin cəmini, burada bizə bir şərt verilməlidir. Ödənilməsi üçün. Baxın, 100 də daxil olduğu üçün onda n kiçikdir, bərabərdir 100 olacaq. Gördünüz? Buradakı şərtimiz. 100-ün özü də daxildir axı. Sonra şərtimiz bu ödədir. Baxaq. Elə bir dənə variantımız düz gəlir. N kiçikdir, bərabərdir 100. Burada da n'lər bir dəfə bir vahid artdığı üçün, baxın 1, 2, 3. Onda n üçün də şərtimiz olacaq. N bərabərdir, n üstə gəl 1. Bu qədər sadə. Məncə B bəndidir. 19-a baxaq. Girişə verilən ixtiyari x tam ədədi üçün alqoritm fraqmentinin təyinatını müəyyən edin. Aha, uşaqlar, x-i ixtiyari ədəd verirsə, onda məsələn mən deyirəm x-in qiyməti olsun 6. Y-in qiymətini x-a bərabərləşdirir. Eləyir 6. 6 0-dan kiçikdirsə, yoxa gedir, y-in qiymətini çap eləyir. Əgər 6-dan, yenə 0-dan kiçikdirsə, həyə gedir və y-in qarşısına bir mənfi işarəsi var. Hansı ki, bu moduldan müsbət ədəd çıxır da, 2 dənə mənfi olanda, gəlin mənfi ədəd götürək. X bərabərdir, tutaq ki, mənfi 6. Düzdür. Mənfi 6 götürdümsə, y də olacaq mənfi 6. Gəldik burada, mənfi 6 0-dan kiçikdir, hə. Y bərabərdir, mənfi mötərizədə mənfi 6 və bunun nəticəsi nə olacaq? 6. Deməli, burada bizə x ədədinin modulunu çapa verəcək. 20-ci suala baxırıq. 20-ci sualda bayaq ki, suala oxşuyur. N-in 100-dən kiçik qiyməti, baxın, 100-dən kiçik qiyməti görürsünüz, burada deyirsə, deməli, ən sonuncu qiymət 99-dur. Şərtimiz burada heç doğru veribdir. Və S neçə dəfə artır uşaqlar burada? Gəlin, baxaq, görək burada S neçə dəfə artacaq. S bərabər olacaq. Baxın, N-in qiymətinə gəlin, baxaq. 1, 3, 5, 7. Deməli, N-in qiyməti neçə dəfə artır? N bərabər olur, N üstə gəl 2. 2 dəfə artacaq. Bizə də bir dənə doğru variant bunu verir. S də bərabər olacaq, S üstə gəl N vurulsun K-ya. Bu qədər sadə.